Değerli xanımlar, evdar xanımlar, diqqətlə məni dinləyin. Kimlər əgər səliqəli, belə deyim də, süngər maçalka istəyirsə, keyfiyyətli maçalka. Söhbət keyfiyyətdən gedir. Bax, məndə ucuzlular da var. Belə deyim də, mən də məcburam. O bəzi gəlib deyirik, qaqa, bunun ucuzu var, o tərəfdə bu qiymətli. Məcburam eləsin də gətirmişəm. Amma həqiqətən yaxşı mal, keyfiyyətli mal istəyirsənsə, diqqətli qulaq as. Mən indi təqdim elədiyim mal əsl sən axtardığın maldır. Baba. Dəyərli izləyicilər, görürsən, bunun bir tərəfi bu deliklidir, bir tərəfi belə sürtmək üçündür. Xatırladım ki, ən çox çıxılmayan çeşitli ləkələri məhz bunlar çıxardır. Həm də bu hissəsi var. Hələ məndə indi belə deyək də 2 əlidir. Əlim iri razmerdir, 1.80 boyum var. Yəni əlim də iridir. Görsünüz mənim əlimə lopa bir, baba, görsən baba, sığır mənim əlimə. Xatırladım ki, hamının axtardığı məhz bu maldır. Malım da deyinə tərifləmirəm, həqiqətən. Onsuz da yəni bunu bilənlər gəlir bunu alır. Sadəcə təqdim edirəm, həm sizi maarifləndirirəm, həm də mən bunu reklam edirəm ki, məhz bu mal məndə var. Başa düşdünüz, mən heç vaxt ay bu belə elə tərifləmirəm. Nəticə odur. Yəni onsuz da hamının çörəyini, rusini Allah yetirsin, ucuzlu satanın da çörəyini yetirsin bizim də. Məqsədimiz sizi maarifləndirmək və keyfiyyətli məhsul almağa istəyirəm, amma keyfiyyətli məhsul alsın. Nəsə uzatmayayım, dilim dodağım da çaşdı. Dəyərli izləyicilər, kimlər belə keyfiyyətli, yaxşı maçalka istəyirsə, bu işlərin hamısını da mən Ceyhun dükanındadır. Mingəçevir şəhəri, Kolxoz bazarı Ceyhunun dükanında. Buyurun gəlin, xeyir olsun.